Çirkin olduğuna inanan bir insan mən gözələm dediyində o gözəli hiss edə bilmir. Onda belə çıxır ki, bizə hər təsir edən necə deyim, faktor bizim əslində beynimizdə olandır. Yəni şuuraltımızda yatandır. Bəli, Elə çıxır. negativliklər ona görə bizə çox təsir eləyir ki, həyatda həmişə. Çünki bizim bilinçaltımız adətən neqativdir. Çünki insanın beyni adətən neqativə yönəlikdir. Bu da insanın beyninin insanı qorumağa çalışdığı üçündür. Necə? Məsələn, biz yol keçirsənsə, ilk ağlıma bu gəlir, birdən maşın vurar məni, yüksəkliyə çıxanda birdən düşərəm. Bu tip düşüncələr ona gəlir ki, beyin bizi qorumağa çalışır. Bir də həyatda bizim yaşadıqlarımız, travmalarımız üstünə gələndə nə olur? Bizim bilinçaltımız, şuuraltı zehnimizdə neqativliklər daha çoxluq təşkil edir. Ona görə həyatın içində həm neqativ sözlər bizə daha çox təsir eləyir. Neqativ yaşantılar o bizim şuuraltımızda olan neqativlərin daha da üstünə gəlir. Biz onları hiss edirik, amma pozitivliyi hiss edə bilmirik. Pozitivlik çox çətindir əslində gətirmək. Yəni olmaz ki, şuuraltımızda pozitivlik olsun. Biz seanslarda onu etmirik ki, yəni doğru işlədiyimizdə, doğru yanaşdığımızda dönüşdürə bilirik də